Mingəçevir şəhərində yerləşən və dövlət xətti ilə fəaliyyət göstərən tibbi müəssisələrdən birinə müraciət edən vətəndaşların narazılığı gündən-günə artır. Vətəndaşların bildirdiyinə görə söhbət təbibə tabe olan müvafiq tibbi şöbədən, yəni dövlət hesabına xidmət göstərməli olan tibb müəssisəsindən gedir. İddialara əsasən həmin şöbəyə müalicə və ya tibbi yardım üçün müraciət edən xəstələrdən sistem şlanqları, şprislər, tibbi borular, hətta oksigen, hava balonuna qoşulan sadə tibbi ləvazimatlar belə şəxsi vəsaitləri hesabına alınması tələb olunur. Bu isə həm qanuna, həm də dövlətin icbari tibbi sığorta prinsiplərinə açıq-aşkar ziddir. Vətəndaşlar haqlı olaraq sual edirlər: əgər xəstəxana dövlətindir, xidmət pulsuzdursa, tibbi ləvazimatları niyə xəstə özü almalıdır? Bəs bu avadanlıqlar üçün ayrılan dövlət vəsaiti hara xərclənir? Məsələ burasındadır ki, sözügedən tibbi ləvazimatlar xəstənin seçimi ilə yox, məcburiyyət qarşısında aldırılır. Almadıqda isə dolayısı yollarla müalicənin gecikdirildiyi, laqeyd münasibət göstərildiyi iddia olunur. Bu isə artıq təkcə məsuliyyətsizlik deyil, vətəndaşın sağlamlığı ilə oynamaqdır. Bir tərəfdən rəsmi qurumlar pulsuz tibbi xidmət, icbari tibbi sığorta, dövlət təminatından danışır. Digər tərəfdən isə sadə vətəndaşlar xəstəxana qapısından aptekə, aptekdən bazara göndərilir. Bu faktlar təsdiqlənərsə ortaya çox ciddi suallar çıxır. Tibbi ləvazimatlar üçün ayrılan vəsait mənimsənilirmi? Yoxsa məsul şəxslər öz vəzifələrini yerinə yetirmir? Bu qanunsuzluqlara kim nəzarət etməlidir? Mingəçevir sakinləri aidiyyəti qurumlardan, Təbibdən, Səhiyyə Nazirliyindən və Baş Prokurorluqdan bu məsələ ilə bağlı təcili və obyektiv araşdırma aparılmasını tələb edirlər. Çünki söhbət təkcə şpris və şlanqdan yox, insan sağlamlığından və dövlətə olan inamdan gedir.